Hər birinizə salam, necəsiniz? İstədim bugün sizə qısa bir vlog çəkim, etdiklərimi danışım. Deməli, bugün liseye gəldim müəllimlərimlə görüşməyə. Sinif rəhbərlərimlə görüşdüm, kimya müəllimlə görüşdüm. Bir də direktorumuzdan biraz söhbət elədim. Liseye gitməmişdən əvvəl YouTube kanalımı izləyən bir də qızla görüşdüm. Ya bir yolda məni gördü, dedi ki, sən kanalını izləyirəm. Onda çox xoşbəxt oldum, amma həmən xoşbəxtlikdən ona heç nə deyə bilmədim. Deyəcəm, dedim, hə, nə yaxşı falan. Buradan ona salam söyləyirəm. Özü izləyəcəksə bu videonu biləcək. İndi də gedirəm bazara, bir şey almalıyam. Bazardan da sonra gələcəm. Starix'də kargom var. Temudan kargo gəlibdi. Kutu açım videosunu çəkərəm. Sizin qabağını kestim. Şimdi geliyorum 3. kutuya. Burası yapılmış. 3. kutu olmadığını size gösterdim. Ve çıkış 3. kutuya. Yukarıda burada 2. kutu olmadığını size bilemiyoruz. Çok da yaxşı bilmirəm. Çünkü ben gəlmişəm də iyice kutularla adam falan bilmirəm. Burada gördüğünüz buna icra hakimiyyətim yazdı. Şimdi gidelim kontrol. Ve medeniyet merkezi. Medeniyete burada tedbirler falan geçir. İncesine treks falan böyle bir şeyler. Soğuktu, soğuk. Çənəm üşübdür, artıq hiss eləmirəm. Hiss eləyirəm, sadəcə soğuğu hiss eləyirəm. Dondum. Qabaqdan heç gəlir. Mən qorxdum heyvan. Hazırlıq dönəmlərimdə qorxmurdum. Niyə? Çünki sumkam olsa ağır olur. Yəni mənə ağır olur sumka. İtə də ağırlıq yiyəcəyi üçün. Bu maşından deyirdim ki, uzağı sumkamdan vuraram. Nəsə olar da mənə yaxın gəlməz. Amma artıq hazır sumkam olmadığı üçün qorunma mexanizmim yoxdur. Nəysə. Gedirik aşağı. Ləhcəm yavaş-yavaş dəyişmə. Bir yerə dört. Bayaq göstərdim yerini aşağısı. Çatırıq yavaş-yavaş. Orada İnşallah açılır. Mən saat 7:20 yazmışım. Görmək olur. Buraya gəldim. Böyle. Sağ olun. Dostlar, kargomu götürdüm. Neyse, kargomu götürdüm, aşağıdaydı. Bayağı geçtiğim heykelin yanındayım. Otobüsün önünden geçmiştim. Şimdi size yakından çekip göstereyim. Buraya Şəmkir. Mərkəzdir bura. Şimdi ben yolu keçib oradakı sınıfıya gideceğim. Bir yol. Ay. Piyada gitsin size gelsin. Çok baş çöksen. Avtobus gelir diyesen. Ben de eve gitmek için avtobusla binebilirim. Biri
7 nömrəli, biri 5 nömrəli, biri şəmkir, dərləri bir şəmkir kraz yoldur. Kraz yolu olsa daha yaxşı. Dərlərin içinə. Dərlərin daha yaxın olur kraz yol. Bu nə demək ki? Yolda da heybəli mərkəz var. Park onun aşağısı. Onu çək kimi görsəmişim. Orada şahmat qeydi. Şimdi dostlar. Ondan sonra Tema Unpacking videomuzu çekeceğim. Elimizde böyle güzel bir manzara var. Gelin karşısında duran Tema videosunu çekelim. Çok görüşürüz. Şimdi geldim. Tamam da. Bunu çok oldu. Yəqin ki, otlarına yapışdırmaq üçün. Bunu hazırlayayım sizə göstərəm. Ben böyle yürüyelim ki. Bunu bunun altına yapıştırdım. Evet. Burada içeri kadar. Çekti gelmiş. Tamam. Evet çantadır. Büyük. Ha böyle bir bazı çantası var. Bunu ben bu şekilde görmemiştim. Aziz nasıl böyle bir şey var. Çok korkudu. Evet çantadır. Bunun bayaqki üzərindəki kutkaydan giyməkdən ötürü sifariş eləmişəm ki, bəs bir şeylə olsun. Qoyduq kənara. Bu mamamın kablosudur. Kablo sipariş etmiştim ben yeni. Evet. Yeni telefon getirdim takım şöyle bir göstereyim. Bu kablo değil. Böyle oldu. Çok teşekkür bu kənarları da qoruyur. Elə bil öz ekranına heç nə dəyməsin deyə. Çox qəşəng kablodur. Çox təşəkkür. Bundan mən telefonuma uyğun yox idi, yoxsa söyləmə daha çıxacaq. Yenəsə düşdü. Hə, bu dırnaqlardır. Temadan zakaz vermişəm. Bunu yeni temalı dırnaqlardır. Bunun elə bil məndə qurutmaq üçün aparatı var idi. O vasitəsilə qurutacağım. Devlen yapışkanlamışam. Bunu telefonun arkasına yapışkanlamışam. Bir mahnesi qəpiydi. Bu şəkildə bunun iki tərəfi görsənir. Ama bu arkasında yapışkanlıymış. Bu yapışkanlıdan ben xırdalanda olanda qalmışam. 1 manat almışdım. Neyse o yaşlı rəkdir. Nə bilim, cümlə edirəm ki, bunu telefonun arkasına yapışdırmayacağım. Mən iki tərəf istəyirdim. Şəkildə iki tərəfi. Şikayətlərimi bildirəcəm. Bu da mənim kablomdur. Gözlüyüm açın. Belə. Yeni tema almışam. Çok qəşəng görsənir. İndi telefon burada deyə tutabilirim qalsın. Bu telefonumdur. Videolarımda şey çəkmək. Belə. Nədə qalacağım heç bir fikrim yoxdur. Sadəcə onu bilirəm ki, burada ayaqda da uzanmış. Hə, uzanmış. Belə. Artıq açıq video çəkəcəm. Nədir? Şu şəkil kol çəkmədən ötürü nədir bilmədim. Neyse bunu taxıb bura. Bunları bırak abi. Tamam. Kavgayı bilmem dostum. Böyle bir şey diyeceğim. Bu yermiş. Bunu böyle bir sana. Bunu böyle çekeceğim. Şimdi yoklayacağım telefonu takımı görmek istiyorsanız. Hazırda koştum size bir koşma. Bir tane kablom kalktı, onu göstereyim. Ama böyle yaxşı görünür. Bu da kablom. Son vaxtlar nəsə üzərində bir bəbir falan şəkli olan, pənin şəkli olan kablolar istəyirdim. O da burada tapa bilmirdim. Mən də birinci bulmuştum bundan alalım. İndi bunların şəkillərini çəkib koyana alıyorum. Belə sağ olun. Köynəyin üstümdə duruşudur. Belə. Bası bir də qolları biraz boş durdu. Amma mən bədənini böyük almışdım deyin elədi. Belə amma normaldır. Yaxşı durur. Bu da kablodur. Telefonun arkasında görüntüsü. Belə vlogun sonuna gəldik.
Belə indi nə qədərlik vlog olacaq, qısa mı, uzun mu onu editləyim, qutarım, baxacağam. Belə yəqin ki sabah ya da bugün yükləyərəm. Sağ olun, hələlik. Yenidən hər kəs salam. Mən videonun sonunu çəkmişdim, amma dedim yenə də əlavə eləmək istədiyim bir şey var. Orada videonun axırında deyirəm ki, bugün ya sabah çəkdiyim videonu editləyib paylaşıram. Mən çəkəndə ayın 26-sı idi, 26 dekabr. Amma həmən gün editləyə bilmədim. Sabahsı gün də babamın yaşı idi, orada da editləyə bilmədim. Elə müəllimlərlə görüşməyə getdim yenə də. Ondan sonra da nənəmgildə falan oldum. Editləyə bilmədim. Həm də həmən gün həftəlik vlog çəkmək qərarına gəldim. İndi deyirəm həftəlik vlog çəkim ya da başqa bir vloglar ola bilər. Həftədə bir dəfə video paylaşmaq istəyirəm. Prosta onun gününü təyin etmək istəyirəm. Birinci günmü, 5-ci günmü, o 2 gündən birini ya da fərqli gündə ola bilər. Bunlar hər hansısa bir gün həftədə mütəmadi video paylaşım da. Məsələn elə olur mən 3 həftədə bir paylaşıram, elə gün olur 1 ay paylaşıram. Elə gün olur 2-3 videonu arxa-arxaya yerləşdirirəm. Onda baxıram ki, şey olmur da, izlənmə falan yüksək olmur. Həm yaxşı izlənilmir, həm də maraqlı olsun da. Eyni gündə 3 dənə video izləməkdənsə fərqli günlərdə izləmək yaxşı olar məncə. İndi həftəlik vlog çəkmişəm. Bunu paylaşıram, gününü təyin eləyək. Gəlin həftə həmən gün o vlogu editləyim, paylaşım. Ondan sonraki həftədə fikirləşərəm da hər hansısa bir vlog çəkərəm. Siz nə cür videolar istədiyinizi də yorumlara yaza bilərsiniz. Bir dənə də başqa video çəkmək istəyirəm. Əslində onu mən liseydə bir dənə çıxış eləmişdim. Orada biraz həyəcanlı idim deyə tam olaraq fikrimi izah edə bilməmişdim. Biraz əksik demişdim orada. İstəyirəm onunla bağlı bir video çəkim, paylaşım. İndi baxaram, bəlkə çəkdim, bəlkə çəkmədim, amma böyük ehtimal çəkəcəm. Sadəcə nə vaxtdan hələ mən də bilmirəm. İmtahanlar falan var. Deyirəm imtahanlar falan biraz yüngülləşsin, eləsin. Ondan sonra çəkim, paylaşım. Hələlik sağ olun. İnşallah videomu bəyənmiş olarsınız. Belə videoların davamını istəyirsinizsə də yorumlara yazmağı yaddan çıxarmayın. Sağ olun.